şəkildə də süni zəka müəllimi əvəz Bəli, edə bilərmi? bəli, Mən onu deyim, çox qısa lakonik deyə desəm, sonra bəli, bunu açmağa çalışacağam. Süni zəka güclü olan müəllimi daha da gücləndirəcək. Zəif olan müəllimi kölgədə qoyacaq. Bayaq dediyim şəkildə bilik sadəcə məlumat deyil. Məlumatı almaq, məlumatı anlamaq, məlumatı tətbiq etmək, təhlil etmək, onu artıq qiymətləndirmək, onu yaradılışa tökmək, yəni onu əməllərə süni zəka bunun bir mövzusuna qədər gələ bilər. Məlumatı çatdırar, analiz elətdirər. Amma ilham vermək məsələsində süni zəka bunu edə bilməz. Çünki konkret məlumatlar əsasında gedir. Hətta mən sosial şəbəkədə bir video paylaşmışdım. ChatGPT ilə Qarabağ xanlığını müzakirə etmişdik. Dəfələrlə mən onun səhvlərini mənim tədqiqat mövzum bəli, olduğuna görə rahat onunla müzakirə apardım. Amma səhvləri var. Amma dediyiniz kimi bir mövzunu plan qurmaq, onu təhlil etmək mövzusunda dəstək də verə bilir, faydalana bilirik. Amma tam mənada şagirdi ilhamlandıracaq, onun ruhuna toxacaq mövzusuna gələ bilməz.